Salam aleykum, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün 1 iyul tarixindən 2025-ci il iyul ayın 1-dən əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində prezident sərəncamını sizin nəzərinizə çatdıracağam. Yəni sosial müavinətlərin artırılmış məbləğləri ilə birlikdə. İlk öncə əlillərlə bağlı orqanizm funksiyasının 81-100%, yəni birinci qrup əlillərə müəyyən olunmuş müavinət 300 manat, ikinci qrup əlillərə 250 manat, üçüncü qrup əlillərə isə 180 manat müəyyən edilib. Ailə başçısını itirməyə görə 140 manat, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına 140 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına 140 manat, 1 yaşına kimi uşağı olan az təminatlı ailələrə hər uşaq üçün 140 manat və 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat müavinət təyin olunur. Övladlığa götürülən uşağa 240 manat, himayədar ailəyə verilmiş 18 yaşına kimi əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə 6 yaşa qədər 500 manat, 7 yaşdan 13 yaşa qədər 600 manat, 14 yaşdan 18 yaşa qədər 650 manat. Uşağın anadan olmasına görə bir dəfəlik müavinət 600 manat, bildiyiniz kimi əvvəl 500 manat idi. Dəfn üçün müavinət vərəsəyə 600 manat, bu da əvvəl 500 manat idi. Vətən müharibəsi qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat, milli qəhrəman adı verilmiş şəxslərə 2000 manat, şəhid ailəsi üçün 700 manat, 20 yanvar şəhid ailəsi üçün 700 manat, müharibə və ya 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə birinci qrup əlillərə 600 manat, ikinci qruplara 500 manat, üçüncü qruplara 400 manat müəyyənləşdirilib. Bu qərar iyul ayının 1-dən qüvvədədir. Yəni burada əlavə müavinətlər də var. Yəni əsas mən sizə daha çox insanlara tətbiq olunan, daha çox insanların istifadə etdiyi müavinətləri sadaladım. Ətraflı sosial müavinətlərin insanların sosial rifahını yaxşılaşdırması ilə bağlı prezident sərəncamını prezident az saytından da izləyə bilərsiniz. Bizi izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.